Günlerin birinde koca bir ata isti ve bürkülü yay havasından əziyyət çəkdiyi üçün oğlu ilə birlikdə həyətdəki ağacın altında kölgələnirdi. Oğlu qəzet oxuyur, özü isə çəliyə söykənərək sakitcə ətrafa boylanırdı. Həm isti yay havası, həm də ki həyətdəki sərçələrin səsi atanı rahatsız edirdi. Ağır eşitdiyi və zəif gördüyü üçün o hərdən qulağına gələn səsin nə olduğunu və hardan gəldiyini anlaya bilmədiyindən oğlundan soruşdu ki, oğul, o səs eləyən nədir? Oğlu gözünü qəzetdən çəkməyərək sərçədir dedi. Ata ətrafa ha boylanıb baxsa da heç nə görə bilmədi. Bir qədər sonra yenə səsdən rahatsız olan ata oğlundan təkrar soruşdu. Oğul, hərdən səs eşidirəm, o səs eləyən nədir? Atasının təkrar soruşmasından əsəbləşən oğlu, ay ata, indicə dedim axı, sərçədir, sərçə. Ata susub bir söz demədi. Amma o yenə də rahatsız idi. Hərdən qulağına gələn səslərin nə olduğunu anlamayan və yaddaşının zəif olduğundan əvvəlki soruşduqlarını unudan ata oğlundan təkrar bir də soruşur. Ay oğul, hərdən qulağıma zəif səslər gəlir, o səs eləyən nədir? Bu dəfə dözə bilməyən oğlu əlindəki qəzeti iki qatlayıb yerə çırparaq qəzəblənib deyir ki, ay ata, üçüncü dəfədir soruşursan, dedim axı sərçədir, sərçə. Ata heç bir söz demədən çəliyə söykənərək ayağa qalxıb yavaş-yavaş evə qayıdır. Çox çəkmir ki, əlində vərəqləri saralmış köhnə bir dəftərlə geri dönüb oğlunun yanına gəlir. Əlindəki dəftəri ona uzadıb deyir ki, bu dəftər sənlə yaşıtdı oğul, götür bu dəftəri. Orada sənlə bağlı mənim çox xatirələrim var oğul. Hələ körpəykən beşikdə sənin hər qığıltına, dodaqdakı hər təbəssümünə, çöhrəndəki hər sevincinə min məna verib özümə sənli bir dünya qurmuşam. O dəftəri oxusan görəcəksən ki, sən ilk dəfə sərçəni görəndə onun nə olduğunu məndən düz 27 dəfə